Həyatında onunla 2 dəfə rastlaşacaqsan. Elə bir an olacaq ki, keçmişin və gələcəyin gözlərinin qabağından keçəcək. Sənsə ya keçmişə qayıtmalısan, ya da gələcəyi seçməli olacaqsan. Ay Allah, bu qız hara getdi? Allah səni biyabır eləsin. Göz yaşları içində boğulasan. Mən bilirəm hara gedirəm, bilirəm. Əgər qayıtmasam, deməli heç vaxt qayıtmayacağam. O yer haradır, hadı? Oranı Lukasla mən tanıyıram. Bilirdim. Əmin idim ki, biz yenidən görüşəcəyik. Bu talihdir. Alın yazısı. Hadi hanı? O qaçdı. Deməli sənin arvadın var. Mənim də ərim. Mən hər şeydən əl çəkmişəm ki, səninlə olam. Bəs sən? Dayan. Sən yenə də məndən qaçırsan. Buradadır. Yox, əl çəkin məndən. Gəl. Buraxın məni. Gel, Toxunmayın gel deyirəm mənə. sənə. Lukas, Səsini çatma qaç. dedim, sakit ol. Qaç, Sakit ol, gel. Lukas. Bəs sən dedin bizim məhəbbətimiz həyatımız boyu davam eləyəcək. Sənin məhəbbətin həmişə yaşayacaq. Amma bu hələ o demək deyil ki, siz həmişə bir yerdə olacaqsınız. Onunla 2 dəfə görüşməyiniz o deməkdir ki, siz ayrılıb sonradan bir-birinizi yenə tapacaqsınız.